Martın 10-da Azərbaycan İnvestisiya Holdinginin Müşahidə Şurasının iclası keçirilib. Nazirlər Kabinetindən bildiriblər ki, Baş nazir Azərbaycan İnvestisiya Holdinginin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində holdingin idarə etməsində olan portfel şirkətlərin 2025-ci ilin yekunları üzrə fəaliyyət hesabatı, əsas fəaliyyət göstəriciləri və maliyyə nəticələri, o cümlədən ümumi gəlir və EBITDA göstəriciləri, Azərpambıq Aqrar Sənaye Kompleksi MMC-nin inkişaf perspektivlərinə ümumi baxış, dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı qəbul edilmiş yeni normativ hüquqi aktların Azərbaycan İnvestisiya Holdinginin portfel şirkətlərinə tətbiqi barədə və digər cari məsələlər ətraflı müzakirə olunub. Gündəlikdə olan məsələlər üzrə Azərbaycan İnvestisiya Holdinginin baş icraçı direktoru Ruslan Əlixanovun geniş təqdimatı dinlənilib. Azərbaycan İnvestisiya Holdinginin Müşahidə Şurasının üzvləri, Azərbaycan İnvestisiya Holdinginin İdarə Heyətinin sədri və iclasa dəvət olunan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov iclasda təqdim olunan məsələlərə dair çıxış ediblər. İclasın yekununda Azərbaycan İnvestisiya Holdinginin Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və holdingin idarə heyətinə müvafiq tapşırıqlar verilib.